İnvest Akademiyadan hər kəsə salam. Kanalda biz tez-tez investisiyaları, maliyyəni, konkret addımları və alətləri müzakirə edirik. Lakin təfəkkür mövzusuna və ən əsası düşüncə paternlərini istədiyimiz qədər tez-tez toxunmuruq. Sadəcə səhm alan bir insan deyil, investor olmaq nə deməkdir? Bu nəyə nəzərdə tutur? Bunun əsasında hansı həyat baxışı və hansı düşüncə prosesi dayanır? Bu videoda investor kimi düşünməyin nə demək olduğunu və hər alışdan əvvəl özümüzə hansı suallar verməli olduğumuza cavab tapmağa çalışacağıq və düşüncə paternlərini araşdıracağıq. Mövzumuza keçməkdən öncə sizə bu videonun sponsorunu təqdim etmək istərdim. Taksi 9111 sərfəli qiymətə yüksək xidmət. Mobil tətbiqdə Invest promokodunu istifadə edin və balansınıza 10 AZN əldə edin. Əgər siz də bizim buraxılışımızın sponsoru olmaq istəyirsinizsə, bizimlə e-mail vasitəsilə əlaqə saxlayın və ya Instagramda yazın. Düşüncə paternləri nədir? Gəlin elə terimin özündən başlayaq. Düşüncə paterni hadisələrin qavranmasını və təhlili üçün müəyyən təkrarlanan model, sxem, prosesdir. Dünyada baş verən hər hansı bir şeyi hər dəfə görəndə onun öyrəşdiyimiz kimi şərh edirik. Çox vacib, çox vaxt bilikləri ekspertlərdən, müəllimlərdən, mentorlardan alırıq və məhz düşüncə paternlərine uyğun keyfiyyətini və səviyyəsini fərqləndirir. Gəlin bir nümunəyə baxaq. İki sahibkarımız var. Birincisi öz yolunu təzə başlayan fərdi sahibkar. İkincisi artıq əlaqələri və ən əsası effektiv dünya görüşü olan böyük bir iş adamı. Fərdi sahibkar biznesə başlayarkən düşünür, haradan pul tapım? Skuter kirayəsi məntəqəsini və ya hansısa marketin mallarını təhvil məntəqəsi seçim açım. Böyük iş adamı isə eyni başlayarkən fərqli düşünür. Şirkətin strukturunu necə qurmaq olar? Kapitalı haradan cəlb etmək olar? Məhsulu böyük miqyasda necə satmaq olar? İlk baxışdan elə görünür ki, iki nəfər eyni yaşda oxşar təcrübəyə malikdirlər. Amma təfəkkürdə fərqli yanaşmalar onların fərqli nöqtələrə gətirib çıxarır. Birincisi öz kiçik ofisində qalır və özünü mövcud vəziyyətdən çıxartmağa çalışır. İkincisi istehsalat qurur və məhsul ixrac edir. Başlanğıc şərtlər eyni olsa da, nəticələr tamamilə fərqlidir. Eyni hal investisiyalarda baş verir. Fərqli düşüncə paternlərinə malik iki şəxs eyni tapşırığa sahib olmaqla fərqli nəticələr əldə edirlər. İnvestorun düşüncə paternlərinə gəlin. Görək investorun hansı düşüncə paternləri var və nəyə diqqət yetirmək lazımdır. Uzun müddətli təfəkkür investoru əksər insanlardan fərqləndirən birinci şey uzun müddətli təfəkkürdür. İnvestor maaşdan maaşa yaşamır. Bu həftə və ya hətta bu ay kateqoriyaları ilə düşünmür. O tez-tez illər sonrasını planlaşdırır. İnvestor hər dəfə bir layihəyə başlayanda və ya kapital qoyanda məqsədin asılı olaraq 5, 10, 15 il sonranı düşünür. Əksər insanlar qısa müddətli düşünür. Bu gündə və ya yaxın gələcək ayla. Məhz buna görə də investorlar üstünlük əldə edir. O gələcəkdə daha çox qazanmaq üçün indiki sürətli mənfəətdən imtina etməyə hazırdır. İnvestor hazır nəyin dəbdə olduğunu düşünmür. O özünə sual verir. 5-10 ildən sonra nəyə tələbat olacaq? Və çox vaxt məhz bu yanaşma qısa müddətli yanaşmaya qalib gəlir. Risk və gəlirlik təhlili. İnvestor ikinci xarakterli xüsusiyyəti o istənilən hadisəni risk və gəlirlik baxımından qiymətləndirir. İnvestor həmişə soruşur, nə itirə bilərəm, nə qazana bilərəm. Ona super sərfəli fürsət təklif edildikdə o vədlərə baxmır, təhlil edir. Maraq nədir, xərclər nədir, sərfin qiyməti nədir, əvəzində nə alacağam? Əgər risk böyüdürsə və gəlir şübhəlidirsə, o sadəcə iştirak etmir. Yetkin investor həmişə medalın iki tərəfinə baxır. Ondan nə tələb olunacaq və əvəzində nə alacaq? Emosiyalı nəzarət və diversifikasiya. Uzun müddət praqmatik hərəkət etdikdə emosionallıq səviyyəsində tədricən azalır. Sən özün daha yaxşı idarə etməyə başlayırsan və daha rasional ola bilərsən. O ideya və ya brenda aşiq olmur. O soruşur, bəs bu işləməsə mənim B planım nədir? Əgər şübhələri varsa, investor riski bölüşdürə bilər. Məsələn, iki rəqibin səhərlərini almaq və kimin daha yaxşı nəticə göstəricisinə baxmaq.
Bəli, gəliri azalacaq, lakin əsas prinsip xatırlayaq. Risk gəlirliyə qarşı. Analitik və rəqəmsal təfəkkür. Dördüncü xüsusiyyət analitik təfəkkürdür. Müasir investor fərziyyələrini deyil, rəqəmlərlə, məlumatlarla və trendlərlə əsaslanır. O, göstəricilərə, metrikalara, ROI-nin statistikasını sevir. Onun məqsədi təxmin etmək deyil, təhlil etməkdir. Dünya qeyri-müəyyənlikdə doludur və əlbəttə ki, hər şey proqnozlaşdırıla bilməz. Lakin araşdırma apararaq, investor qərarın intuisiyaya deyil, məlumatlara əsaslanaraq qəbul edir. Və konkret bir şirkət uğur qazanmasa belə, o əvvəlcədən başa düşür. Mən bunu nəzərə almışdım. Bu risklərə daxil edilmişdi. Beləliklə, digər aktivlərə zərəri kompensasiya edir və uzun müddətli perspektivdə investor həmişə öz investisiyalarını artırır. İnvestorun 5-ci xüsusiyyəti maraqlı olmasıdır. O daim yeni istiqamətlərə, sahələrə, texnologiyalara, trendlərə öyrənir. Bu o demək deyil ki, əgər sən məsələn hüquqşünassansa, yalnız hüququ öyrənməlisən. Əgər sən investorsansa, hər şeylə maraqlanırsan, biraz sənaye, biraz çip istehsalı, logistika, qəhvə biznesi, rəqəmlik xidmətlər, iqtisadiyyata bağlı ola biləcək hər şeylə. Dünya görüşün nə qədər geniş olsa, yeni əlaqələr də yeni imkanlar tapmaq şansını bir o qədər yüksək olacaq. Gözləməyi bacarmaq. 6-cı xüsusiyyət səbirdir. Hər şeyi hesablasan, risklər və gəlirliyi təhlil etsən belə, bəzən sadəcə oturub gözləmək lazımdır. Artım ani nəticə deyil. Sən düyməni basıb bir günə 300% əldə etmirsən. İnvestorlar bunu başa düşürlər. Hər gün az-az, ay-bay, il-bəyil kapital artır. Heç kim bu dünyada bütün pulları qazanmağa çalışmır. Bu mümkün deyil. Amma hər kəs dayanıqlı nəticə harcanır. Unutma, əgər biz hər şey düzgün etmişiksə və möhkəm təməl qoymuşuqsa, zaman bizim müttəfiqimizdir. Axmaq olmamaq və nəhayət. Charlie Mangerdən bizə gələn 7-ci prinsip. Əsas odur ki, axmaq olmayasan. Bu sadə səslənir, amma əslində dərindir. İnvestor həmişə negativ ssenari haqqında düşünür. Əgər yeni bir işə başlayırsansa, pul yatırırsansa və ya portfel formalaşdırırsansa, özündən soruş. Hansı hərəkət ən dəhşətli nəticələrə gətirib çıxaracaq? Və sadəcə, bunu etmə. İdeal investor olmaq çətindir, amma axmaq olmamaq tamamilə realdır. Göz görəsi səhvlərə yol vermək lazım deyil. Hype, yəni şişirdilmiş maraq olanı almamaq, açıq, aşkar dəyərsiz şeyə investisiya etməmək, kütlənin qaçdığı yerə qaçmamaq. Kütlə demək olar ki, həmişə səhv edir. Və bəli, hər şeyi proqnozlaşdırmaq mümkün deyil, lakin sağlam düşüncə və intizam kapitalı xilas edir. Bu paternləri həyata necə tətbiq etmək olar? Bəlkə də ən vacib suallardan biridir. İnvestor təfəkkürünü praktikada necə tətbiq etmək olar? Gəlin bir neçə həyati кейsə baxaq. Nümunə 1. Alış-veriş. Tutaq ki, sən yeni bir şey almaq istəyirsən. Adi insan necə düşünür? Yeni bir alış-veriş həm də endirimlə. Götürmək lazımdır. Bəs investor necə düşünür? O, ölçüb biçməyə başlayır. Bu aktivdir, yoxsa pasiv? Bu mənə gəlir gətirəcək, yoxsa sadəcə anlıq istəyimi təmin edəcək? Əgər əşya dəyər verirsə, maliyyə emosional və ya peşəkar alış-veriş özünü doğruldur. Əgər yoxsa, investor sakitcə imtina edir. Hətta emosiyalara istəyirəm desə belə. O yalnız kapital artıq böyüdükdə və xərc strategiyaya zərər vurmayacaqda özünə həzz almaq üçün pul xərcləməyə icazə verə bilər. Nümunə 2. İş və peşə. Əgər sən yeni iş və ya sahə axtarırsansa, adi insan düşünür, harada daha çox pul verirlər. İnvestor isə başqa sual verir. Bəs bu sənaye 10 ildən sonra barədə nə olacaq? İnkişaf edəcək yoxsa yox olacaq? NFT nümunəsini xatırla. Bir neçə il əvvəl minlərlə insanlar ora axışdı. Rəssamlar, proqramçılar, investorlar. Sonra isə sektor çöktü və bir çoxları işsiz və bacarıqsız qaldı. Uzun müddətli suallar verənlər bəlkə də hype'dan pul qazana bilmədilər, amma nəticədə sistemli şəkildə qazandılar. Əksər insanlar düşünür, hamı alır, deməli mən də alacağam. İnvestor fərqli düşünür. Bəs bu bir bubble deyil ki, bu sektora pulu şişirtməyiblər. Daxil olmaq üçün çox gec deyil ki, o hər fürsətin arxasınca qaçmır. O yalnız əmin olduğu və ya real potensial gördüyü fürsətləri seçir. Nümunə 4. Daşınmaz əmlak.
Adi insan ev alarkən düşünür. Mənzil alacağam, bahalı əşyalar döşəyəcəyəm ki, ayıb olmasın. İnvestor pragmatik mühakimə görülür. Bu ərazi inkişaf edir yoxsa ölür? Burada əhali artımı olacaqmı? Qonşularım kimlərdir? 10 ildən sonra bu obyektin dəyəri necə dəyişəcək? O həmçinin özü üçün dəqiqləşdirir. Mən yaşamaq üçün alıram yoxsa kirayə vermək üçün? Əgər kirayə üçündürsə, o zaman gəlirlik və risklərin nisbəti vacibdir. Əgər özü üçündürsə, məkanın dəyəri və həyat keyfiyyəti vacibdir. Bu nümunələr göstərir ki, investorlar təfəkkürü təkcə maliyyədə deyil, həm də alış-verişdə, peşədə və hətta gündəlik qərarların qəbul edilməsində də tətbiq oluna bilər. Bütün bu düşüncə paternləri daha şüurlu və səmərəli yaşamağa kömək edir. Gələcəkdə itirilmiş fürsətlərə görə peşiman olmamaq üçün. Əgər siz də investisiya etmək istəyirsinizsə, lakin nədən başlamaq lazım olduğunu bilmirsinizsə, biz sizə köməklik edə bilərik. Videonun təsvirindəki linkə keçid edin və orada qısa formanı doldurun. Sizin tələblərinizə əsasən bizim komandamızın müvafiq üzvü sizinlə əlaqə saxlayacaq və investisiya aləmində ilkin addımları atmağa köməklik edəcək sizə. Sizinlə İnvest Akademiya kanalı idi. Video sizə faydalı olursa, çəklərdə yazın və videonu bəyənməyi, kanala abunə olmağı və Telegram kanalımıza qoşulmağı unutmayın. Növbəti videoda görüşənədək hamıya uğurlu investisiyalar.